Paşabankın idarə heyətinin sədri Cavid Quliyev bu gün açıqlamasında deyib ki, Paşabank 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub. Bankın 2025-ci ildə aktivləri, faiz gəlirləri, qeyri-faiz gəlirləri artıb, amma unutduğu bir şey var ki, mənfəəti 30% azalaraq 61 milyon 642 min manata düşüb. Özdə keçən ilə niyə baxırıq ki, bu ilin 3 ayında nələr baş vermişdi? Bankın hüquqi şəxslərdən topladığı əmanətlər 10,6% azalmışdı. Fiziki şəxslərdən topladığı əmanətlər 2,5% azalmışdı. Depozit portfeli 8,5% azalaraq 641 milyon 397 min manata düşmüşdü. Ötən ilə də baxırıqsa baxaq. Aktivləri 12,3% azalaraq 1 milyard 159 milyon 201 min manata düşmüşdü. Öhdəliklər də 14,1% azalaraq 1 milyard 199 milyon 289 min manata düşmüşdü. Paşabank yüksək maliyyə göstəriciləri ilə göstərməyə davam edir. Dilim də topuq vurdu. Paşabank gözəl bankdır.